Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselam ala Resulillahil emin. Seyyidina ve nebiyyina ve mevlana ve habibi kulubina ve şefi'i zunubina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammedin ve ali ve ala ehli beytihi tayyibine tahirine el-ma'sumin. سيما الحجة بقية الله في الأرضين روح وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أعوذ بالله من الشيطان الرجيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Bugündən etibarən əziz İslam Peyğəmbərimizin pak nəvəsi İmam Əlinin və xanım Fatimə-i Zəhra salamullahi aleyhanın övladı, müsəlmanların üçüncü imamı Həzrəti Əbu Abdillahil Hüseyn İbni Əli əleyhissalamın və onun övladlarının, yaxınlarının, əzizlərinin şəhid olması ilə əlaqədar olan matəm ayı hesab olunan Muharram ayı daxil olub və hər il olduğu kimi bu ildə Əhl-i Beyti sözün əsl mənasında sevən müsəlmanlar matəm saxlayacaqlar, məclislər təşkil eləyəcəklər və əzadarlıq eləyəcəklər. Məhəmmədi kənd məscidində də, bu məsciddə də əsas 10 gün məclislərimiz Aşura gününə qədər hər axşam namazlardan dərhal sonra başlayacaq. Öncə şəhidlərimizin ruhuna Quran oxunacaq, sonra xutbə olunacaq, Məhərrəmin 4-cü günündən sonra zikri müsibət də olacaq və əzadarlıq olunacaq. Aşura günündən sonra da bizim müəyyən məclislərimiz olacaq. Onlar barədə də sizlərə öncədən məlumat veriləcək inşallah. Mən hər şeydən öncə Allaha bugün istəyirəm elə sizlərlə bərabər sonsuz şükür eləyək ki, Allah bu bərəkətli və səfalı məclisləri bizə bir də qismət elədi. Şükür olsun ona ki, bu qapıdayıq, bu məclisdəyik, burada əyləşmişik. Və sizin hər birinizdən mən bu məclislərə qarşı son dərəcə diqqətli olmağı, bu məclislərin həmişə necə qorumusunuz, ədəbin qorumağı, bu məclislərdən faydalanmağı tövsiyə edirəm. Biz yenə elə bir doğma qapıdayıq ki, bu dünyada nə qədər düşünsək də, içi mən, içi siz hamımız, nə qədər düşünsək də, İmam Hüseyn məclislərinin qiymətini burada başa düşməyəcəyik. Qismət olsa qiyamətdə başa düşəcəyik, ağlımız burada yetməyəcək bu məclislərin fəzilət və qiymətini dərk etməyə. Hər halda gücümüz çatan qədər qiymətin bilək, qədrin bilək ki, Allah bizim əlimizdən bunu almasın və biz özümüz də bu məclisləri itirməyək. Qiyamətdə çoxları heyfslənəcək ki, kəş o məclislərdə mən də iştirak eləyərdim. Amma şükür ki, biz buradayıq və dua eləyək, Allah ömrümüzün sonuna qədər bizi İmam Hüseyn qapısından ayrı salmasın. Mən ümid edirəm ki, bu ilki məclislərimiz də bərəkətli olacaq və siz Əhl-i Beyt sevən insanların mənəviyyatında dərin iz qoyacaq inşallah. Mən hər il çalışıram Muharrəm söhbətlərinin mövzularını Kərbəla hadisəsinin insanın mənəvi tərbiyəsində, mənəvi təkamülündə və düşüncəsində, onun şəxsiyyətinin formalaşmasında və Allaha tərəf gedən yolda kamilləşməsində oynadığı rola əsasən müəyyənləşdirim. Mənim üçün önəmli bulardır. Bunlar üzərindən mən sizə nəsə danışmağa çalışıram. Çünki Kərbəla keçmişdə baş verən bir hadisə deyil və keçmişdə də qalmış bir hadisə deyil, belə anlayaq. O bizim üçün hər il canlanan, canlı olan bir məktəbdir və İmam Hüseyn əleyhissalam hər il bizə qonaq gələrək bizləri Allaha tərəf aparan bir müəllimdir. Özü ilə bərabər aparan bir müəllimdir, bir yoldur. Biz Muharrəm məclislərinə bir təkan verici qüvvə kimi baxaq.
Çünki bu məktəb, bu hadisə bizim mənəviyyatımıza da, əxlaqımıza da, ibadətimizə də, mehribançılığımıza da təsir göstərən və onun keyfiyyətini artıran bir məktəbdir. Keçən ilki söhbətlərimiz yadınıza gəlirsə, Kərbəla və insan mövzusu ətrafında danışmışdıq. Ondan əvvəlki ildə söhbətlərimiz Qur'andan görünən Kərbəla idi. Yadınıza gəlir, Kərbəlanın insan şəxsiyyətinin formalaşmasındakı roluna işarə eləmişdik. Bu il isə indiyə qədər danışmadığım fərqli bir istiqamətdən Kərbəlaya baxmağa çalışacağıq. Məqsədimiz təkcə qədimdə baş verən o hadisəni təkrarlamaq deyil ancaq. Təkrar söhbətlər etmək deyil. Məqsədim odur ki, hər il təkrar danışdığımız həmin hadisələr üzərindən Kərbəla hadisəsinin başqa bir tərəfini kəşf eləyək. Kərbəlanın daşıdığı mesajı daha dərindən anlayaq. Mesajların bugünkü həyatımızla əlaqəsini araşdıraq. Bunlar çox mühümdür. Yəni, keçmişdə baş verən hadisədir, hər il təkrarlayırıq, yox. O hadisənin bizim bugünümüzlə, mənəviyyatımızla nə əlaqəsi var? Görmədiyimiz tərəfləri nələrdir? Diqqət etmədiyimiz hansı tərəfləri var? Və mən düşünürəm ki, Kərbəla kimi dərin və tükənməz bir məktəbdən hər il yeni bir mövzu, yeni bir dərs, yeni bir mesaj çıxara bilməyən insan təfəkkür baxımından həm acizdir, həm də Kərbəlanı yetərincə tanımayıb. Biz Kərbəlaya hər dəfə müraciət elədikcə onun bir yeni tərəfini kəşf eləyirik. Onun yeni bir tərəfi ilə qarşılaşırıq və öz mənəviyyatımıza işıq salan bir başqa bir tərəfi ilə üzləşirik. Yeni bir dərs əldə eləyirik Kərbaladan. Qismət olsun, indi ömrümüz nə qədər çatacaq, bilmirəm, bu məsciddə xidmət eləməyə. Görəcəksiniz ki, hər il yeni şeylər çıxır Kərbaladan. Eyni hadisədən nə qədər yeni mesaj çıxa bilər. Sonsuzdur, tükənmir Kərbəla. Bulaq kimidir, qaynayır, hər dəfə də təzə, gözəl su ilə bizi sirab eləyir. Və bugünkü ilk söhbətimiz müqəddimə olacaq. Hər ilki kimi bugünkü gecənin söhbətini müqəddimə eləyirəm ki, gələn dəfədən, sabahdan başlayacağımız mövzunu rahat başa düşəsiniz. Adətimiz budur ki, hər il bir Quran ayəsi seçirik və bütün mövzumuz o Quran ayəsinin ətrafında davam eləyir. Və o ayəyə istinad eləyərək Kərbəlanı izah eləməyə çalışırıq. Təbii ki, mövzularımız davam elədikcə biz çoxlu Quran ayələri sizə oxuyacağıq. Kərbəlanın başqa ayələrlə necə uyğun olduğunu sizə izah eləməyə çalışacağıq. Amma əsas istiqamət verici ayəmiz bu ayə olacaq. Quran-ı Kərimin Tin surəsinin 4-cü ayəsi. Tin surəsi 4-cü ayə. Bu ayəni yaxşı yadda saxlayaq. Bütün 10 gün bu ayəni təfsir eləyəcəm əslində mən sizə Kərbaladan kömək alaraq. Əslində bu məclislər Quran təfsiridir. Kərbəlanı danışaraq biz Quranı təfsir eləyəcəyik. Bu ayəni, bir ayənin təfsiri olacaq. 10 gün söhbət. Həmin ayə budur. Uca Allah həmin ayədə buyurur ki, Ləqəd xaləqnəl insənə fi əhsəni təqvim. Buyurur, biz insanı ən gözəl surətdə yaratdıq. İnsan gözəl biçimdə yaradıldı. Əhsəni təqvim. Gözəl şəkildə yaradıldı, gözəl biçimdə, gözəl məqamda yaradıldı. İnsan gözəl yaradılıb, təyinatı da budur ki, gözəlliyin sona qədər qorusun. Axıra qədər gözəlliyin qorusun. İtirməsin gözəlliyin, şeytan onu eybəcər vəziyyətə salmasın. İmam Hüseyn bu Kərbəla məclislərinin bir hədəfi də budur ki, gözəlliyimiz qorunsun. Gözəl qalmağı bacaraq. Allah ən gözəl yaradandır. Ən gözəl yaradandır. İnsan isə ən gözəl yaradılandır. Bu həyat bizə gözəlliyimizi artırmaq üçün verilib. Gözəlliyimizin üzərinə gözəllik qatmaq üçün verilib. Və bu ayədən sonra sözümün əvvəlində Kərbəla ilə əlaqəli bir hadisəni sizə danışmaq istəyirəm. Aşuradan sonra əsirləri gətirdilər Kufəyə. Ubeydullah ibn Ziyad lənətullahın sarayına. Və
həmin saraya gətirəndə əsirləri Lənətullah Şimr ibn Zilcövşən xanım Zeynəblə qarşılaşır və ona baxaraq, xanıma baxaraq istehzanla bir sual verir. Deyir ki, gördün Allahın qardaşın və ailənlə necə rəftar elədiyini? Yəni, gördün Kərbəlada olanları, Allah başucan oynaşdı. Gör, bu məlun hardan vurmaq istəyir xanım Zeynəbi? Deyir, Allah elədi bunları. Düz adam olsaydı, Allah bunu başuca gətirməzdi. İndi xanım Zeynəbin cavabına baxın, buyurdu, düşünmədən cavab verdi xanım Zeynəb, buyurdu ki, ma rəəytu illa cəmila. Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Allah lütf eləsə, mən bu 10 gündə xanım Zeynəbin bu Kərbəlada gördüyü gözəlliyi sizə danışacağım. Gözəllik. Bu kəlamı izah eləyəcəm. Və bu mövzunu seçməkdə də məqsədim odur ki, xanım Zeynəbin Kərbəlada gördüyü o gözəlliyi biz də görək. Biz də duyaq. Həmçinin biz hər il bizi bu məclisləri etməyimizə qarşı çıxan insanlar var da. Biri düşünmədən eləyir, biri düşünə-düşünə eləyir, biri cahilliyindən, biri alçaqlığından hərə bir cür bu məclislərə daş atır. Ki, hər il ərəbin davasından bizə nə, niyə təkrarlayırsınız, niyə ağlayırsınız, niyə mərsiyə deyirsiniz, niyə sinə deyirsiniz, dində yoxdur, lazımsızdır və s. və ilaxır. Mən istəyirəm ki, biz bu məclisləri, bu 10 günü, bu məclisləri bir yumşaq dillə desək, Kərbəlaya qarşı çıxan insanlara sübut eləyək ki, ilk öncə özümüzə, sonra onlara sübut eləyək ki, Kərbəla başdan ayağa gözəllikdir. Kərbəla gözəlliklərin sərgiləndiyi bir muzeydir. Biz ona görə bu hadisəni qeyd edirik ki, bu hadisə gözəldir. Bu qədər sadə, gözəldir. İndi necə gözəldir, harası gözəldir, niyə gözəldir? İzah eləyin də, sual versələr bizə, izah eləyəcəyik. 10 gün izah eləyəcəm. İnanmıram 10 günə bitə, sonraki məclislərimizdə də davamı inşallah olacaq. Bizi Kərbəlaya bağlayan bir səbəb olmalıdır axı. Hər il onu təkrar qeyd eləməyimizə səbəb olan da məhz Kərbəlada təcəssüm olunan gözəlliklərin, yəni gözəl şəxsiyyətlərin və gözəl mənzərələrin cazibəsidir. Kərbəlada gözəllik olmasaydı, cəzb etməzdi insanları. Başımıza at təpməyib ki, biz hər il təkrar eyni hadisəni boş-boş qeyd eləyirik. Biz gözəlliyin cazibəsindəyik hal-hazırda burada. Biz gözəllik yığıb gətirib bizi bura. Biz bilmirik özümüz də addımlarımız bir də onda ayılmışıq İmam Hüseyin məclisindəyik. Bu gözəllik var Kərbəlanın ki, cəzb eləyir, gətirir insanı. Adam da ağlamaqdan ləzzət alar, qara parçadan ləzzət alar, gəlib oturub əza saxlamaqdan həzz alar. Bu həzz ki, qatır bu əzadarlığın içinə. İnsan yorulmur bu əzadarlıqda, əksinə ləzzət alır, zövq alır. Səbəb nədir? Dincəlir, ruhu düzəlir, kamilləşir, ürəyi yumşalır. Bunların hamısının səbəbi nədir? Kərbəlanın gözəlliyi. Kərbəlanın gözəlliyinin cazibəsi. Məhz bu gözəlliklərdir ki, əsrlər keçsə də Kərbəlanın cazibəsi azalmır. Əsrlər keçsə də Kərbəlanın cazibəsi bitmir. Çünki Kərbəlada olan gözəlliklər material və estetik zahiri gözəlliklər deyildi, kosmetik gözəlliklər deyildi. Ki zamanla da xarab olsun. Ən gözəl kosmetik cəhətdən gözəl insan da qocalır, gözəlliyi bitir, gedir qəbrə çürüyür, torpağa qarışır. Bu estetik gözəllikdir, bitdi. Ən gözəl bina da bir gün köhnəlir, uçulur, dağılır. Ən gözəl geyim də bir gün köhnəlir. Dünən toya giydiyi bugün tövləyə girsən. Həyət bacaya girsən, düz. Ən gözəl geyim də xarab olur. Amma Kərbəlada gözəlliklər var ki, xarab olmur. Olmayacaq da. Çünki o gözəlliklər zamanla köhnələsi və xarab olası gözəlliklər deyil. Niyə? Ona görə ki, Kərbələdəki gözəlliklər gözəlliyin həqiqətidir, özüdür. Gözəlliyin imitasiyası deyil, gözəlliyin obrazı deyil, həqiqətidir, özüdür. Kərbəlanın gözəlliyi dərindir. Kərbəlanın gözəlliyinin dərinliyini bilirsiniz nə demək istəyirəm mən bu sözümlə? Hər adam duya bilmir.
Hər adamın nə ağlı, nə mənəviyyatı çatmır Kərbəlanın gözəlliyini duya bilsin. Ona görə anlamır Kərbəlanı və bizi daşlayır, bizə ittiham eləyir, bizə bəzi sözlər deyir, tənqid eləyir. Çünki Kərbəlanın gözəlliyini duymaq üçün mənəviyyatın və şəxsiyyətin gözəl olması şərtdir. Təvazökar şəxsiyyət sahibi olmalısan ki, bu qapının gözəlliyini anlayasan. Bu qapıda gözəlliyi duya biləsən, hiss eləyə biləsən. Əgər Kərbəla hadisəsi, mən sizə bir söz deyim, Kərbəla hadisəsi sizi özünə məftun eləyə bilibsə, Kərbəla hadisəsini sevirsinizsə, ondan yorulmursunuzsa, onu hər il təkrar qeyd etməyə şövqünüz varsa, bu sizin şəxsiyyətinizdə olan gözəlliyin təbii nəticəsidir. Şəxsiyyətiniz gözəldir deyə bu hadisədən əl çəkmirsiniz. Bu məclislərdən əl çəkmirsiniz. Şəxsiyyətin gözəlliyinin təbii nəticəsidir ki, İmam Hüseyn qapısından əl çəkmir insan. Kərbəlanın gözəlliyi onun mənəviyyatındadır. Bütün zahiri gözəlliklər dediyim kimi zaman keçdikcə öz cazibəsini itirir, solur, amma mənəvi gözəlliklər, ilahi dəyərlər, insani dəyərlər heç vaxt zamanın köhnəlməsinə məğlub olmur. Zaman ilahi dəyərləri, insani dəyərləri ümumilikdə götürsək, dəyərləri köhnəldə bilmir. Kişilik 200 il, 1000 il bundan da əvvəl qiymətli idi, indi də qiymətlidir. İndi də dəyərlidir. Düzgünlük o vaxtda dəyərlidir, indi də dəyərlidir. Cəsarətli olmaq, mərd olmaq, dürüst olmaq, halal olmaq həmişə qiymətli olub olacaq. Həmişə qiymətli olacaq. Ona görə də onlar zamanın fövqünə qalxaraq gözəlliklərin daha da ildən ilə aşkar eləyirlər. Kərbəla qəhrəmanlarının gözəlliyi bundadır ki, zamanın fövqündədirlər. Hər ildə gözəlliklərin biraz da bizim üçün aşkar eləyirlər. İlk baxışdan baxanda Kərbəla və gözəlliyi təzadlı anlayışlardır. Adama belə gəlir ki, deyirsən ki, axı Kərbəlada qan var, müsibət var, ölüm var, qardaş, oğul, bala itkisi var, əsir var, uşaq öldürülüb Kərbəlada, körpə öldürülüb. Bunun harasından gözəlliyi var? Yəni sən nə danışırsan? Doğranan bədənlər olan yerdə nə gözəllik? Əsir olan qadınlar olan yerdə nə gözəllik? Qan hara, müsibət hara, əsirlik hara, qılınc hara, zəncir hara, gözəllik hara? Gəlin biz bu 10 gün ərzində məhz qanın içində olan gözəlliyi görməyi bacaraq. Qanın içindəki gözəllik. Və bu ilki Məhərrəm məclislərimizin mövzusunun adı bu olacaq. Qan içində gözəllik. Qanın içindəki həmin gözəlliyi duymaq üçün bu 10 gün bu qapıda mən çalışacağam, sizə xidmət göstərim. Siz də çalışın, dediklərimizi başa düşməyə çalışasınız. Kərbəlanın 2 cəhəti var. Məzlumiyyət və gözəllik. Bir tərəfində məzlumiyyət var, bir tərəfində gözəllik var. Məzlumiyyəti hər kəs görə bilir. Rahatdır görmək. Məzlumiyyətdir də, köməksizdirlər, şəhid olundular, öldürüldülər. Amma gözəlliyi isə bəsirətlə baxanlar görə bilir. Diqqətlə baxanlar, qəlbin gözü ilə baxanlar Kərbəlanın gözəlliyini görür. Çoxları da ancaq məzlumiyyət tərəfi görür deyə hər il deyinir ki, bəsdir də hər il eyni şeyə ağladınız, eyni hadisə üçün matəm saxladınız. Və Kərbəlaya sadəcə ərəb coğrafiyasında baş verən bir hadisə kimi yanaşan insanlar təbii olaraq bu sualı verirlər ki, niyə bir hadisəni bu qədər şişirdirsiniz? Nə var da bu hadisədə bu qədər şişirdiləsi? Niyə hər il ağlayırsınız? Bəli, Kərbəlaya yalnız belə zahiri nəzər salanda, zahirən baxırsan Kərbəlaya, görürsən ki, orada müsibətdən başqa bir şey yoxdur. Müsibət də adamı yoran bir şeydir. Elə bizim içimizdə də çoxdur belə insanlar ki, onlar Kərbəlanın ancaq məzlumiyyət tərəfini görürlər, qan tərəfini görürlər. Pərdə arxasında dayanmış gözəlliyi görə bilmirlər. Tək düşmənə aid deyil bu. Elə öz içimizdə də var ki, Kərbəlanın ancaq məzlumiyyətini görür, qanın görür, gözəlliyin görmür, duymur.
Kərbəlaya mərifətlə baxa bilsək, görərik ki, Aşura günü təkcə insanların öldürüldüyü gün deyil. O gün ən gözəl insanlığın ən gözəl keyfiyyətlərinin ən yüksək həddə təzahür olunmuş günüdür. Niyə Aşura? Yəni gözəlliklər Aşura günü təzahür oldu. Elə bil ki, ən zirvəyə qaldırdı İmam Hüseyn bütün insani gözəllikləri. Elə bir zirvəyə qaldırdı ki, o zirvəyə heç kimin əli çatmadı o gözəlliklərin üstünü örtsün. Başa düşə bilirsiniz? Bir zirvəyə qaldırdı gözəllikləri ki, artıq dünya o gözəlliyin üstünü örtə bilmədi. Aşura, yəni gözəlliklərin zirvəyə qaldırılması. Əgər bizi İmam Hüseynə bağlayan cəhət İmam Hüseynin məzlumiyyətidirsə, şəhid olmasıdırsa, biz çox böyük səhvə yol veririk. Çox böyük səhvə yol veririk. Kərbəlada İmam Hüseynin şəhid olmasından da öndə dayanan bir həqiqət var. Necə şəhidlikdən də öndə dayana bilən bir həqiqət var? Var. Kərbəlada İmam Hüseynin şəhid olmasından da öndə dayanan bir həqiqət var. O həqiqət nədir? O həqiqət İmam Hüseynin şəxsiyyətinin gözəlliyidir. O, onun şəhadətindən də öndədir. Əgər biz İmam Hüseynin şəxsiyyətinin gözəlliyin onun şəhadətindən arxada görürüksə, səhv eləyirik. Şəhadət İmam Hüseynin gözəlliyinin arxasındadır. Şəhadət İmam Hüseynə zinət vermədi, İmam Hüseyn şəhadətə zinət verdi. Şəhadət İmam Hüseynlə rövnəqləndi. Şəhadət İmam Hüseynlə dəyər qazandı. Yoxsa İmam Hüseyn şəhid oldu deyə dəyərli oldu. Əsla və əsla. Şəhadətin özü İmam Hüseyn şəhid oldu deyə dəyərli oldu. Bilirsiniz, biz Kərbəlada olan məzlumiyyəti, qanı o qədər önə çəkmişik ki, bu önəmli problemdir. Buna xahiş edirəm, diqqətli olun, zəhmət olmasa. O qədər önə çəkmişik ki, gözəllik qalıb arxa planda görə bilmirik. Biz İmam Hüseynin 57 illik ömrünün ancaq son anlarını tanıyırıqsa, biz İmam Hüseyni tanımamışıq. Biz İmam Hüseyn məzlumcasına şəhid olub deyə onu sevməli də deyilik. Biz İmam Hüseynin ilk növbədə onun şəxsiyyətinə, şəxsiyyətinin gözəlliyinə görə sevməliyik. Şəhadət isə bu sevgini biraz da şiddətli eləməlidir. Şəhadət İmam Hüseynə olan məhəbbəti şiddətləndirən qüvvədir, yaradan qüvvə deyil. İmam Hüseyn şəhid olub deyə onu sevək, səhv deyə bu. İmam Hüseyn şəhid olub deyə onu çox istəməliyik. Amma əvvəl şəxsiyyətinin gözəlliyi, özünün dəyərini bilmək lazımdır, özünün gözəlliyini duymaq lazımdır. İmam Hüseyn şəhiddir deyə sevilməli insan deyil, gözəl şəxsiyyətdir deyə sevilməlidir və adı da boş yerə Hüseyn qoyulmayıb. Hüseyn yəni gözəllik, gözəllik. Onun şəhadəti də biz İmam Hüseynin gözəlliyini nə qədər duya biləriksə, şəhadətinə bir o qədər yana bilərik. Kim İmam Hüseynin şəxsiyyətinin dəyərin, gözəlliyin anlayırsa, hamıdan çox onun şəhadətinə yanan o adam olacaq. Kərbəlanın ağırlığı, hər bir hadisənin bir ağırlığı var da, çəkisi var. Kərbəlanın ağırlığı onun şəhadətinin üzərində dayanmır, şəhadətin üzərində dayanmır. Kərbəlanın ağırlığı gözəlliyin üzərində dayanır. Şəhadət üzərində dayansaydı, nə qədər tarixdə şəhadətlər olub, heç çoxunu da yaddan çıxartmışıq. Nə qədər şəhidlər olub, heç adını bilmirik. Məsələ tək şəhadət deyil, məsələ gözəlliyin üzərində ağırlığın qorunmasıdır Kərbəlanın. Kərbəla gözəllik üzərində quruldu deyə onun şəhadəti də bu qədər bizi yandırır. Mənim bu dediyim söz sizin qulağınıza xoş gəlsin deyə pafoslu söz deyil. Zəhləm gedir mənim elə şeydən ki, cəmaatı belə təəccübləndirmək üçün belə xüsusi sözlər seçib danışasan. Əsla. Diqqətli insanlar bu cümləmdəki həqiqəti başa düşə bilirlər. Əgər Kərbəlanın ağırlığı onun müsibət tərəfinin, məzlumiyyət tərəfinin üzərində dayansaydı, hər il bu müsibəti təkrarlamaq bezdirərdi insanları. Əgər gözəlliyi olmasaydı. Mən elə düşünürəm ki, Kərbəlanın müsibət tərəfi bəs niyə var? Sual verə bilərsiniz də. Bəs niyə müsibət tərəfi də var? Qoy cavab verim. Kərbəlanın müsibət tərəfi
bir vasitə idi ki, Kərbəlanın təqdim elədiyi gözəlliklər o müsibəti xatırlamaq vasitəsilə yaşasın. Yəni, müsibət bəhanə idi ki, gözəlliklər davam eləsin, gözəlliklər yaşasın. İmam Hüseyn görəndə ki, başqa cür davam eləmək olmur, insanları başqa cür gözəlliklərə, dəyərlərə tərəf cəzb etmək olmur, o şəhadət məktəbini yaratdı. Ki, bəlkə o şəhadətin hesabına insanlar gözəlliyə məftun olarlar. Son olaraq, Quran-ı Kərimin Yusuf surəsində danışılan bir hadisəyə diqqətinizi çəkmək istəyirəm. Yusuf surəsi Quran-ı Kərimdə böyük surələrdən biridir və əvvəlindən axırına qədər bir peyğəmbərin Həzrəti Yusufun və Yəqubun qardaşlarının və onun həyatının haqqında bəhs eləyən bir surədir. Həmin surədə Həzrəti Yusuf itkin düşür. Qardaşları onu atırlar quyuya, gəlirlər ataları Həzrəti Yəquba deyirlər ki, onu canavar yedi, öldürüldü, qanlı köynəyin göstərirlər. Həzrəti Yəqub o qədər ağladı Həzrəti Yusufun qəmində ki, gözlərinə tor gəldi, gözləri tutuldu. Niyə bu qədər Həzrəti Yəqub Yusufun ayrılığında ağlayırdı? Bir cavab budur. O, hamıdan çox Yusufun gözəlliyin başa düşmüşdü. İnsan bir gözəl adamın gözəlliyin başa düşəndə onun itkisi onu yandırıb tökər. Yəqub Yusufun gözəlliyin, mənəvi gözəlliyin, insani gözəlliyin dəyərli olmasın hamıdan çox anlamışdı deyə itkisində bu qədər çox yanıb tökülürdü. Ona hamıdan çox məhəbbəti niyə görə var idi? Yusuf oğlu idi deyə 12 dənə oğlu var idi. Hər oğula bəyəmadan bu qədər yanır. Yusuf gözəl oğlu idi deyə Yəqub onun müsibətində bu qədər yandı. Bəs Həzrəti Yəquba irad bildirənlər kim idi? Qardaşları irad bildirirdilər Yəquba, oğlanları. Yusufun qardaşları ki, bu qədər ağlama, öləcəksən, adam bu qədər bir oğluva görə bu qədər deyir, Allah sənə qismət edib 11 dənə övladın qulluğundayıq, nə görmüsən bu Yusufda, niyə görə ona görə özünü həlak eləyirsən, bu qədər gecə də ağlayırsan, günüz də ağlayırsan, gözlərin tutulur, qorxuruq birazdan ölüm gələr. Niyə bu iradı bildirirdilər Yəquba? Çünki Yusufun gözəlliyini duymamışdılar, görməmişdilər. Anlamırdılar Yusufun şəxsiyyətinin gözəlliyin. Bugün də İmam Hüseynə daş atanlar o gözəlliyi duymayan adamlardır. Gəlin biz bu məclislər vasitəsilə həm özümüz birinci duyaq, həm də sübut eləyək ki, biz İmam Hüseyndə gözəllik görmüşük deyə buradayıq. Bu gözəlliklər bizi bura cəzb eləyib. Nəsib olursa 10 gün, ondan sonra da mən bu gözəllikləri sizə izah eləyəcəm. Və sonda nəticəmiz bu oldu ki, bugünkü söhbətimizin nəticəsi bu oldu ki, gözəl bir şəxsiyyətin, gözəlliyin duyanlar onun faciəsinə hər zaman yanacaqlar. Lakin bu gözəlliyi duya bilməyənlər də ona yananlara irad bildirəcəklər. Bu iki dəstə həmişə olacaq. Gözəlliyi duyanlar və duymayanlar. Duyanlar ağlayacaq, bu məclislərdə gəlib oturacaq, duymayanlar da qalacaq belə təəccüb içində ki, ay Allah, nə var burada? Nə var burada? Biz də təklif edirik ki, irad bildirməzdən əvvəl siz də bizim kimi obyektiv olun, qərəzsiz olun, ön yarğını kənara qoyun, bu gözəlliyi duymağa çalışın. Görəcəksiniz ki, biz boş yerə burada deyilik. Biz gözəlliklərin cazibəsinə bura yığışmışıq. Gözəlliklər nur saçır, biz də o nurun ətrafında pərvanə olmuşuq. Biz gözəllik aşiqiyik deyə buradayıq. Allah bizi fitrən gözəllik pərəst yaradıb deyə, biz də gözəllik tapmışıq bu məclislərdə deyə buradayıq. Bu söhbətimiz müqəddimə. Bitirdim söhbətimi. Allah nəsib eləsə sabahdan əsas söhbətlərimizi başlayacağam və biz hər il adətimiz var. Zikri müsibət məclislərin ilk 3 günlükdə demirik. 4-cü gündən etibarən zikri müsibət məclislərimiz başlayacaq. İnşallah oturub bir yerdə o müsibətə ağlayacağıq. Ağladıqca ürəyimiz yumşalacaq. İnsanlığımızın dərəcəsi çoxalacaq. İnsanlaşacağıq, gözəlləşəcəyik. Mən bir şey dediyimsə bilmirəm, bu nə qəribə bir şeydir. İmam Hüseynə ağlamaq insanı gözəlləşdirir. Həm zahiri baxımdan, həm batini baxımdan. İmam Hüseynə ağlaya bilən, yəni ağlamaq deyəndə vacib deyil, gözündən yaş axsın, hönkürlə ağlayasan, qəmlənən, ona ürəyi yanan, onun hadisəsində dözə bilməyən, onun məzlumcasına şəhid olmasını həzm edə bilməyən, ağrıyan, ürəyi ağrıyan insanlar gözəl adamlardılar.
Bu gözəllik ki, bugün qorunub, saxlanılıb qəlbinizdə, onun qədrini bilin. İmam Hüseyn o gözəlliyimizin üstünə gözəllik qatacaq. Bu gecə biz bu məclislərə ona görə gəlmişik ki, gözəlləşək. Mənəvi baxımından da, insani baxımından da, elə fiziki baxımından da. Allah bizi bu qapıda gözəlləşməyi nəsib eləsin inşallah.